Salam. İndi sizinlə Vüqar Zeynalov testlərinin ilk kimya və anlayışlardan 31-dən 45-ə qədər olan testlərinə baxacağıq. Çətin tipli məsələlərin 31-dən başlayırıq işləməyə. Bizə deyir ki, 6 mol propin, propan və helyum qazları var. Burada 3,75 mol karbon var. Neçə qram helyum var bu qarışıqda? Demək, biz bu qarışığın ümumi molunu bilirik və karbonların sayını bilirik. Biz hər birinin ayrılıqda molunu tapmalıyıq. Bunun üçün yenə propeni tutaq ki, X ilə işarə edək. Propanı Y ilə işarə edək. Helyumu da tutaq ki, Z ilə işarə edək. X plus Y plus Z bərabərdir 6-ya. Karbonlar isə 3,75 moldur. 3X plus 3Y bərabərdir 3,75-ə. İndi biz burada sistem təhlili kimi hesablamağa çalışsaq, hər tərəf 3-ə vursaq, 3X plus 3Y plus 3Z bərabər 18-ə, 3X plus 3Y bərabər 3,75-ə. Buradan 3Z bərabər də 18 çıx 3,75. Bu eləyəcək 14,25. Z-də də tapmaq istəsək 14,25-i bölməliyik 3-ə. Bu da eləyəcək 4,75. Demək, Z-də tapdıq. Z də helyumun moludur. 4,75 mol helyum var. Bunu da qramla ifadə etsək, çünki neçə qram deyil. Yəni 4,75-i vururam 4-ə. Helyumun ayrına o da eləyir 19 qram. Yəni 31-ci də cavab 19-dur. 32-yə baxırıq. 32 də rahat sualdır. Metal sulfatda oksigenin payı 52%-dir. Biz bilirik ki, metal sulfat metaldan, kükürddən və oksigendən ibarətdir. O4-dən yəni. Əgər metalın payı 52%-dirsə, yerdə qalanda SO4-ün payıdır. Demək ki, 100-dən 52 çıxanda 48 eləyir. 48%. 48% olacaq S və O4-ün payı. S və O4. Yəni 32 ilə 64. Biz bunu hesablasaq, daha doğrusu oksigenin payı 42. Bir dəqiqə bağışlayın. Oksigenin payı 52%-dir. X SO4-də 52% oksigendir. 52% 64 deməkdir də. Yəni O4 64-dür. Aha. Onda biz yazmalıyıq ki, X, S, O4. Bu eləyir 64. 64 qramı əgər 52% ilə ifadə edirsə, onda kükürt onun yarısı qədərdir. 32 qramdır. 32 qram da 52-nin yarısı qədər olacaq. Yəni 26%. Yerdə qalanda X-in payı olacaq. 26 ilə 52-ni toplayıram 78, 100-dən də 78 çıxanda 22%. 22% də X-in demək faizlə miqdarı olacaq. Yəni 32-də cavab 22%. İndi 33-ə baxırıq. 33-də deyir ki, etilenlə hidrogen qaz qarışığında proton sayı 2A'dır, neutron sayı A'dır. Əvvəlcə proton sayını hesablayaq. Yenə bilmədiyimizə görə X CH6 ilə Y H2 yazacağıq. Proton sayını hesablayaq. Hər karbonun 6 protonu var. 2 karbon olduğuna görə 12 proton olacaq. 6 da hidrogenin protonu, yəni 18X qədər proton olacaq. Hidrogen qazında da 2Y qədər proton olacaq. Deyir ki, proton sayı 2A'dır. Yəni 18X plus 2Y bərabər edilir 2A'ya. Neutron sayısı A'dır. Aha, neutron sayı nə qədər olacaq? Yalnız karbonun neutronu var. Hər karbonun 6 neutronu var deyə 2X qədər də 12X qədər də neutron var. Yəni 12-ni vurdum X-a. 12X qədər də neutrondur. Bunu da aynen ifadə edir. Onda biz bunu həll edə bilərik. Əgər A 12X-dırsa 2A olacaq 24X. Yəni 18X plus 2Y bərabər 24X-a. Buradan qaz qarışığının helyuma görə sılığını tap. Yəni X, Y tapmağa çalışaq. 2Y bərabərdir 6X-a.
Y bərabərdir 3-ə, x bərabər 1-ə. Yəni 1 C2H6 ilə 3 H2 var. Helmə görə sıxlığın. 3, 1 vur 30 üstə gəl. 3 vur 2 bölək 1 üstə gəl 3. Vurulsun. Helmə kütləsi də 4 olduğuna görə 4-ə. Bunu da hesablasaq 36-nı demək helmə görə sıxlığı 16-ya böləndə 2 tam %25 edir. Yəni 9 bölü 4 və yaxud 2 tam %25. 30 üstə cavab 2 tam %25-dir. 34-ə baxırıq. 34-də deyir ki, 0,25 mol turşunun tam neytrallaşmasına. Demək turşunun molu 125 moldur. 200 qram 9,25% kalsium hidroksid. Əvvəlcə kalsium hidroksidin qramla miqdarını tapaq. Yəni 200-ün 9,25%-ni tapırıq. Bu eləyəcəkdir 18,5 qram. Və sonra molunu tapaq. Molunu tapmaq üçün balaca m böl böyük m. Bu da eləcək elə 125 mol. Demək 125 mol kalsium hidroksidlə neytrallaşır. Əgər eyni molda neytrallaşırlarsa, onda turşu ilə əsaslığı eynidir. Belə çıxır ki, götürülən turşu 2 əsaslı turşudur. Demək 2 əsaslı turşuları seçməliyik burada. 2 əsaslı turşular hansıdır? Manqanatdır. Bəli, permanqanat 1 əsaslıdır. Manqanat 2 əsaslıdır. H2 manqan O4. Sonra hipofosfit yox, fosfit olsa götürmək olardı. Demək adipin yox, daha doğrusu adipin, benzoy yox, bir də tereftal. Fosfiti dedik 1, 3, 5, 6. Cavabımız 1, 3, 5, 6. Yəni 2 əsasları seçirik. Bu neçənin sualdır? 34-cü sualdır. İndi 35-ə baxırıq. 35-də nə deyir bizə? X qram mis-2 nitrat parçalananda bərk maddənin kütləsi 33,75% azaldı. Biz əvvəlcə mis nitratın parçalanma tənliyini yazaq. Bir mol mis-2 nitrat parçalananda 1 mol kuprum 2 oksid, 2 mol NO2 və 0,5 mol oksigen qazı alınır. Azalan miqdar bu qədərdir. 2 vur 46 və 16. Bunun cəmi eləyir 108 qram. Doğrudan da 188 qram mis-2 nitratdan alınır 80 qram bərk maddə kuprumu. Bəli, azalan miqdar elə 108-dir. İndi nə soruşur bizdən? Deyir ki, bərk maddənin kütləsi 33,75% azaldı. Onda belə çıxır ki, başlanğıc nə qədərdir bilmirik. Bunu x-lə işarə edirəm. Bu 100%. Yəni başlanğıcda götürdüyümüz mis nitrat. Çünki bunun içində parçalanan da olacaq, parçalanmayan da olacaqdır. Bunu 100% qəbul edirik və 33,75% azalan miqdar götürürəm. Yəni 108 qram. Bunu hesablayanda buradan x eləyir 320 qram. Yəni biz 320 qram mis-2 nitrat götürmüşdük. Onun parçalananı 1 mol oldu. Yəni 180 qram oldu. 188 qram oldu. 320-də 188 qram çıxanda 132 qram qalır. Yəni 132 qram demək mis-2 nitrat parçalanmayıbdır, artıq qalıbdır. Yazın burada 132 qram kuprum NO3 2 dəfə artıq qalıb. Bizdən soruşur ki, son bərk kütlədə, son deyəndə həmişə artıq qalan və əmələ gələn. Əmələ gələndə 80 qram kuprumudur. Artıq qalan 132 qram mis-2 nitratdır. Əmələ gələndə 80 qram kuprumudur. Bərk maddələr bunlardır. Son bərk kütlədə duzun kütləsinin kuprumun kütləsinə nisbətini. Duzun kütləsi 132-dir, kuprumun 2-də 80-dir. 132-ni də 80-ə böləndə eləyir 1,65. Cavabımız oldu 1,65. İndi 36-ya baxırıq. 36-da nə deyir? Deyir ki, qaz qarışığı verilmişdir. Karbonhidrogenlər qarışığıdır. Kütləsi 200 qramdır. Hidrogenlərin sayı 24-dür. Bu birləşmə karbon və hidrogendən ibarətdir və bütövlükdə 200 qramdır. 24 dənə hidrogen elə
24 qram deməkdir. 24 qram hidrogen çıxmaqla biz burada karbonun qramını tapa bilərik. 200-dən də demək 24-ü çıxanda bu eləyəcəkdir 176 qram. 176 qram karbon. Demək 200 qram karbon və hidrogendən ibarət olan birləşmədə 24 qram hidrogen var, 176 qram da karbon vardır. Və bu karbonlar da hamısı kütləsi 12 olan izotop deyil, 13 olan izotop da var. Və ümumi molu da 14'dür. Demək, karbon 13 izotopu, daha doğrusu 12 izotopu ilə karbon 13 izotopu verilmişdir. Mollarını x-y işarə edək. 13, daha doğrusu yaxşı yazmadıq burada. Karbon 13 ilə karbon 12 izotopu verilmişdir. Mollarını x ilə y ilə işarə etsək, x plus y bərabər 14'ə, çünki 14 dənədir. Qramdan ifadə etsəm, 13x plus 12y bərabərdir 176'ya. İndi biz bunu sistem təhlili kimi həll etsək, hər tərəfi 13'ə vursaq, 13x plus 13y bərabərdir 13 vur 14, 13x plus 12y bərabər 176'ya. Bunlar ixtisar gedir, y bərabərdir 182, çıx 176. Bu da eləyəcək 6. Demək, y-i 6 tapdıq. Və x plus y-də 14'dürsə, demək, x-i də tapa bilərəm. X də olacaq 8. X oldu 8, y oldu 6. İndi nə soruşur bizdən? Deyir, 13 izotopu mol sayı A plus 3'dür. Biz 13 izotopunun mol sayını biz x ilə işarə etmişdik, 13'ü səhv etmirəmsə. Bəli. X-ə tapdıq 8. Yəni 8 bərabərdir A plus 3'ə. Onda A bərabərdir 5'ə. A ədədini tapdıq 5. Sonra nə soruşur bizdən? Üzvü şüşənin quruluş halqasındakı birli karbon sayı A ədədinin neçə faizini təşkil edir? Əvvəlcə üzvü şüşənin quruluşunu çəkək. Şüşənin quruluşudur. Burada birli karbonları tapmağa çalışacağıq. Bir baxaq. Təbii ki, bu birli karbondur. Bu üçlü karbon olacaq. 3 karbona birləşib. Bunu saymıram. Bu özü ikili karbondur. Çünki qarşısında da karbonlar birləşibdir. Yəni başqa molekul birləşdiyinə görə. Axı bunlar bu polimerdir. Bunu mötərizə en yazmalıyıq. Ona görə bu karbon ikili karbon sayılır. Bu karbon da birli karbondur. Yalnız bu karbona birləşib. Aha, demək 2 dənə birli karbon var. Bu isə karbonun birləşmədiyinə görə biz bunu birli karbon götürə bilmirik. Birli karbon o karbona deyilir ki, bir karbonla birləşmiş olsun. Yəni burada birli karbon sayı 2 dənədir. Sonra deyir ki, birli karbon sayı A ədədinin neçə faizini təşkil edir? A ədədini də 5 tapmışıq. 2 böl 5 vur 100, bu deyir 40%. Yəni 36'da cavab 40%. İndi 37'yə baxırıq. 37'də nə deyir bizə? 37'də deyir ki, əvvəlcə qrafik göstərib 37'də. Və göstərir ki, grafikdə hidrogenə görə sıxlığı vermişdir. Qazların da ümumi molu veribdir. Bu qazlar x mol C2H4, y mol CO2 və z mol NO-dan ibarətdir bu qarışıq. Deyir ki, 2 mol C2H4 və CO2 qarışığına. Demək, C2H4 ilə CO2 var. Hansı nə qədərdir bilmirik, amma 2 moldur. Bütövlükdə 2 moldur. Özü deyir ki, 2 mol C2H4-dən CO2 qarışığına. NO qazı əlavə edilibdir. Aha, indi biz əvvəlcə hələ əvvəlki qarışıq, yəni 2 mol C2H4-dən CO2-nin hansı neçə mol olduğunu tapmağa çalışaq. Və burada göstərir ki, əvvəlki qarışıqda hidrogenə görə sıxlıq 16'dır. Yəni 16 bərabərdir 28x plus 44y bölünsün. X plus y vuraq 2. Buradan hesablasaq, demək 32x plus 32y bərabərdir 28x plus 44y. Buradan 4x bərabər 12y, x bərabər 3'ə, y bərabər 1 tapırıq. Yəni bu 2 molu 3'ün bir nisbətində. Daha doğru desək 4K. 4K bərabərdir 2'yə, K bərabərdir 0,5'ə. Artıq 1K bərabərdir 0,5'ə.
3K bərabərdir 1 tam onda 5'e. X da 3'dür. X bizdə S2H4'dür. Yəni S2H4 olubdur 1 tam onda 5. O birisi isə CO2 isə Y qədər. Y də nə qədərdir? 1K'dır. 0 tam onda 5 də demək CO2 olmuşdur. Aha. Yəni biz bu 2 mol qazın nə qədərin etilen, nə qədərin karbon qazı olduğunu tapdıq. Sonra bizə deyir ki, bura NO əlavə edilmişdir. Biz X, Y ədədini tapmışıq, Z'yi tapmalıyıq. NO əlavə edilibsə, amma nə qədərdir bilmirik. Ona görə də bunu elə Z ilə işarə edibdir. Yazacağıq ki, 0,5 vur 44 üstə gəl 1,5 vur 28 üstə gələk. Z vur 30 bölək νu1, νu2 və νu3. Bu zaman isə orta molar kütlə azalır olur 15,5. Baxın, Z əlavə olunandan sonra 15,5 olubdur. Bərabərdir 15,5'ə. İndi buradan biz Z'yi tapmağa çalışaq. Demək, 22 üzərinə gəl. 42 plus 30Z bərabərdir 31 plus bunu da vurmalıyıq 2'yə. Çünki hidrogenə görə sıxlıq deyir. 62 plus 31 Z'də. Buradan hesablasaq Z bərabərdir 2 olur. Yəni 64'dən daha doğrusu 31 Z'dən 30 Z'də çıxanda 1 Z bərabərdir 64'dən 62 çıxanda 2 edir. Yəni Z bərabərdir 2'yə. İndi bizdən nə soruşur? Biz X'i də tapdıq, Y'yi də tapdıq. X oldu. X CO2'nin moluydu 0,5. Y oldu 1,5. Z de oldu 2. Nə soruşur bizdən? Deyir X ədədi, yəni 0,5. Y plus Z'in 1,5'in 2'nin cəmi 2,5'in neçə faizidir? Demək, bu da eləyəcəkdir. Daha doğrusu, X ədədi. X burada 1,5 tapılıbdır. 1,5. 1,5 bu Y'in yeri səhv verilibdir. X 1,5'dir. Y 0,5'dir. Bir də təzədən baxaq. X bizdə etilendir. Y CO2'dir, bəli. X 3'dür. X 1,5'dir. Burada da düz yazmışıq. Biraz burada yerini düzəldək. X olacaq 1,5. Yəni 1,5 vur 28 üzərinə gəl 0,5 vur 44 üzərinə gəl demək 30 Z. Buradan hesablayıb tapırıq ki Z bərabərdir 2'yə. Yəni X oldu 1,5. Bunların da cəmi 2,5'dir. 1,5 2,5'ə vuranda da eləyir 60%. Bu neçənci sual idi? 37-ci sualda cavab 60%'dir. 38-ci suala baxırıq. 38'də nə deyir? Yenə maddələr verilmişdir. Karbon hidrogen nisbəti 3,5'dir. Mollarını soruşur bizdən. X mol CH4 ilə Y mol C2H6 götürək. Karbonun kütləsinin hidrogen kütləsinin nisbəti 12X plus 24Y o karbonun miqdarıdır. Bölək 4X plus 6Y bərabərdir 35 bölək 10'a. Buradan X və Y hesablamağa çalışaq. 120X plus 240Y bərabərdir 140X plus 210Y. Buradan 20X bərabər 30Y, sıfırları da atsaq 2X bərabər 3Y, yəni X bərabər 3'ə, Y bərabərdir 2'yə. Biz bunların molunu tapdıq. Nə soruşur bizdən? CH4'ün molunu X ilə işarə etmişəm. X də 3'dür. Bölək 2'yə. O da eləyir 1,5. Yəni 38'də cavab 1,5. İndi 39'a baxırıq.
39'da nə deyir? Etilen və propin qarışığında karbonun kütləsinin hidrogenin kütləsinin nisbəti 7/1-dir. Orta molar kütləni hesablayın. Yenə nə qədər etilen var, nə qədər propin var bilmirik. Karbonun kütləsi 2x, daha doğrusu 24x. Çünki 2 dənə karbon 24 qramdır. 24x plus 36y nisbəti hidrogeninki 4x plus 4y, o da bərabərdir 7/1. Buradan da hesablasaq, demək 28x plus 28y bərabər 24x plus 36y və yaxud da 4x bərabərdir 8y, yəni x bərabərdir 2-yə, y bərabərdir 1-ə. İndi nə soruşur bizdən? Orta molar kütləsini hesablayın. X etilen idi, səhv etmirəmsə, hə. Orta molar kütlə 2 vur 28 üstə gəl 1 vur 40 bölünsün 3. 56 ilə 40, 96, 96-nı da 3-ə böləndə 32, yəni 39-cu da cavabımız 32-dir. 40-a baxırıq. 40 da rahat sualdır, maraqlı sualdır. Azot və hidrogendən ibarət 300 ml qarışığın reaksiyasından sonra 240 ml qaz qaldı. Biz deyirdik ki, azalan qədər amonyak əmələ gəlir. Azotla hidrogenin reaksiyasını yazırıq. Azalan miqdar nə qədərdir? 300-dən 240 qalıbdır. Yəni 60 azalıbdır. 60 litr amonyak əmələ gəlibdir. Onda belə çıxır ki, 30 litr azot sərf olunubdur. 30 litr azot sərf olunubdur. 3 dəfə çox 90 litr də hidrogen sərf olunur. Və bunun müqabilində 60 litr də və yaxud da mililitr də amonyak əmələ gəlibdir. İlkin qaz qarışığının neçə faizi reaksiya daxil olmayıb? Reaksiya daxil olan 30-dan 90-dır, yəni 120-dir. Daxil olmayanı tapmaq üçün ümumidən daxil olanı çıxırıq 180. Deyir, neçə faizi daxil olmayıbdır? 180 daxil olmayandır, böləcəyik 300-ə, vuracaq 100-ə. Bunu da hesablasaq, bu eləcək 60%, yəni 40-da cavab 60%-dir. 41-ə baxırıq. Nü1 mol metanla nü2 mol azot qarışdırılıbdır. Orta molar kütləni hesablayın. Əvvəlcə bunu eyni götürək. Metan, tutaq ki, 1 mol metanla 1 mol azot qarışığı. Orta molar kütlə tapanda 1 vur 16 üstə gəl 1 vur 28 bölək 2. Demək 28 ilə 16, 44, 44-ü 2-yə böləndə 22 eləyir. Bərabər olanda 22-dir. Yəni 2-də cavab C-dir. Sonra, indi tutaq ki, metanı götürək 2 mol, azotu götürək 1 mol. Yəni metanın molu nü1-i böyük götürək. Birincini işləyirik, elə bilin ki, bu birincidir, bu ikincini işləmişik. Olacaq 32 plus 28 böl 3. Bu da eləyəcək 20. 32, 28, 63-ə böləndə 20 düşür. Bu da olacaq 20-yə qədər olan ədədləri götürə bilərik. B və Y. İndi mən burada 2, 1 götürmüşəm. Məsələn, bu 1,5 bir də ola bilərdi. Və ya da 1,1, 1,8 və s. Yəni, istənilən rəqəm yaza bilərdi. Amma 20-yə qədər olan bütün ədədləri götürə bilərik. Birinci də cavab B və Y-dir. Sonra bir dəfə də üçüncü halda nə edirik? Azot qazını daha çox götürürük. 16 plus 56 böl 3. Demək 16 ilə 56-nı toplayırıq, 3-ə bölürük. Bu da eləyəcək 24. 24 və 24-dən yuxarı ədədlər götürə bilərik. O da olacaqdır A ilə D. Yəni 25 və 29. Yenə deyirəm, molları müxtəlif cür artırıb və ya azalda bilərik. 42-ci suala baxırıq. 42 çox maraqlı sualdır. 42-də deyir ki, N mol SO3-dür. Birini moldan verir. N mol SO3. Digərini qramla verir. M qram H2S. Deyir, bunların atom sayları bərabərdir. Əvvəlcə, N mol SO3-ün atom sayını tapmaq çox rahatdır. Çünki molu vuracaq atomların sayına. Burada eləyəcək
4n qədər atom. Yəni n1-dirsə 4 vur 1, 2-dirsə 4 vur 2 və s. Amma H2S-də atom sayını tapmaq üçün əvvəlcə biz mol tapmalıyıq. Nü bərabərdir m böl m-ə. Yəni balaca m böl 34-ə. Artıq molu m böl 34-dür. Yəni atom sayını tapanda m böl 34-ü vuracağıq 3-ə. Və deyir ki, bu bərabərdir. Yəni 4m bərabərdir 3m böl 34-ə. Çünki birinin atom sayı 4m-dir, digərininki 3m böl 34-dür. Və deyir, bu atom sayıları bərabərdir. Yazdıq bunu. Bunu yadımızda saxlayırıq, bizə lazım olacaq. Sonra nə deyir? Deyir, qarışıqda 92 mol neytron var. Neytrona baxaq. Əvvəlcə SO3-dəki neytronu tapaq. Demək, n mol SO3-də nə qədər neytron olacaq? Hər kükürdün 16 neytronu var, hər oksigenin də 8 neytronu var. 24 ilə 16 40 eləyir. Yəni 40 neytron olur. 40 n qədər də vururuq moluna. Sonra buradakı neytronu tapanda hidrogen neytronu olmur. Kükürdün demək neytronu 16 dənədir. Bir kükürdün 16 neytronu var. Bunun molu m plus 34 daxı. M böl 34. Bunu vuracağıq 16-ya. Bu da oldu H2S-in neytronu və bu da bərabərdir 92-yə. Sonra nə deyir bizə? Sonra biz burada n-i tapıb yerinə qoyacağıq. Demək 40m plus 16m böl 34 vur 16 bərabər 92-yə. Biz buradan əgər n-i tapsaq, n bərabərdir bu ifadədən. Və buradan n-i tapsam 3m böl 136-ya. İndi n-in yerinə 3m böl 136 qoysaq, 40 vuraq, 3m böl 136 üzərinə gələk, 16m böl 34 bərabərdir 92-yə. Bunu həll etsək, demək 136 ortaq məxrəcdir. 120m plus 64m bərabər 92-yə. Buradan demək 182m böl 136 bərabər 92-yə. Bundan bu getdi 2 qaldı. 2m bərabər 136-ya, m bərabər 68-ə. Demək 42-də cavabımız 68-dir. M-in qiymətini tapdıq. 43-ə baxırıq indi. Qırx nə deyir? 43-də deyir ki, etin və etan qarışığının yanması zamanı nə qədər etin var, nə qədər etan var biz bilmirik. X mol etinlə Y mol etan götürək. Alınan məhsullar aşağıda verilmişdir. Biz bilirik ki, X mol etindən 2x qədər karbon qazı, demək, Y mol etandan da 2y qədər karbon qazı alınacaq. Və bu cəm 5 mola bərabər. Çünki 1 mol karbon qazı 220 qramdır. Bərabərdir 5-ə. Sonra deyir ki, su isə 63 qram alınmışdır. Biz bilirik ki, buradan alınan su əvvəlcə mola keçək. 63-ü 18-ə bölsək 3,5 mol eləyəcək. Mol. Hidrogen demək sayının yarısı qədər su alınır. 4x hidrogen var, yəni 2x qədər su buradan alınır. 6y burada hidrogen var, yəni etanda. Onun yarısı qədər 3y qədər də etandan alınır, yəni 2x plus 3y qədər su alınır. Bu da bərabərdir 3,5-ə. İndi bunu hesablasaq, elə buradan y bərabər olur. 5-dən 3,5 çıxanda qalır 1,5. Y 1,5-dir. Demək 2x plus 2y 5-dir. 2x plus demək 3y bərabərdir 3,5-ə. Y bərabər 1,5. Onda x bərabər, burada nəsə tənlikdə səhvli oldu. Bir də baxaq. 63, 18, 63-ə vuranda 70, 7 dəfə 8-in, yox. 2x hidrogendir, 6y-də. Bunu da ifadə eləsəm, onda bu olacaq. 2x plus 2y 5-dir, 2x plus 6y bərabərdir 7 mola. 7 mola. Daha doğrusu biz bunu sistem tənlik kimi həll etməyə çalışsaq, bax, bir də baxaq təzədən. Demək ki, karbon qazının miqdarı 2x plus 2y qədər. Bu 5-ə bərabərdir. Suyun molu. X
2x plus 3y, yəni hidrogen sayının yarısı qədər bərabərdir 3,5. İndi bu sistem tənliyi həll etsək, 2x plus 2y bərabərdir 5-ə, 2x plus 6y bərabərdir 7-yə. Buradan da hesablasaq, 4y bərabərdir 2-yə, y bərabər 0,5-ə. Y 0,5-dirsə, burada yerinə qoyuruq. 3y olur 1,5. Yəni, burada y-i yerinə qoysaq, biz x-i tapa bilərik. X da olacaq 2 mol. 3-ü vurdum 0,5-ə 1,5. 3-dən 3,5-dən 1,5-i çıxırıq, eləyir x-in miqdarı. X da oldu 2 mol. İndi bizdən nə soruşur? İlkin qarışıqda etan həcm payı. Biz x asetilen götürmüşük. Yəni 2 mol C2H2. Y-də etan götürmüşük. Y-də 0,5-dir. 0,5 də etandır. Etanın həcm payı soruşur. 2,5 ümumidir. Etan da 0,5-dir. Bəli, bu da eləcək 5-də 1, yəni 20%. 40 üstə cavab 20%. İndi 44-ə baxırıq. 44-də deyir ki, 0,5 x qazına, 0,5 mol x qazında kütləsini 28 qram veribdir. Əvvəlcə Y qazı, sonra isə Z qazı əlavə edilmişdir. Və qarşılığın orta molar kütləsi artıb olub 40 qram. 0,5 mol x qazına əvvəlcə Y qazı, daha sonra Z əlavə etmişdir. X, Y, Z qazlarının molar kütlələrin ədədi qiymətini istifadə edərək Y minus X fərqinin Z ədədinin neçə faizini təşkil etdiyini müəyyən edin. 0,5 burada göstərir ki 1 mol x-dır, 28 qramdır. Onda 0,5 mol x da bərabər olacaqdır 14 qrama. Mr x da bilirik ki 28-dir. Buna əsasən dedik ki 14 qramdır 0,5 mol. Sonra deyir ki qaz əlavə edəndən sonra 1,5 mol qaz əlavə edibdir. Yəni Y baxın, əlavə olunan molu burada verilib 1,5-dir. Demək 0,5 x-a əlavə edib 1,5 Y qazı. Bölək 2, orta molar kütlə artıb olub 40. 14 üzərinə gələk. 1,5 Y bölək 2 bərabərdir 40-a. Buradan Y-i tapsam, Y bərabərdir 44-ə. Y-ni verin, tapdım 44. X 28-dir, Y 44-dür. Sonra nə deyir bizə? Z-ə baxaq. Əlavə olunan Z 2 moldur. Demək, 0,5 mol X var idi. 1,5 Y əlavə etdik və 2 mol da Z əlavə etdik. Orta molar kütlə dəyişmədi, elə 40 olaraq qaldı. X-i miqdarını bilirik. 0,5 mol X 14 qramdır. Y-i tapdıq. Y-i neçə tapdıq biz? Demək, Y-i tapmışıq buradan 44 qram. Burada yazmışıq. 1,5 vur 44, yəni 66 üzərinə gəl 2Z bölünsün 0,5 plus 1,5 plus 2. Bu da bərabərdir elə 40-a. 4-ü 40-a vuram 160. 2Z bərabərdir 160-dan çıxıram 80-in, onda Z bərabərdir elə 40-a. Z-in də miqdarını tapdım 40. Nə soruşur bizdən? Y minus X fərqinin. Y-i 44 tapdım, X da 14 idi. Daha doğrusu kütlə emerləridir, molar kütlə. 28 götürəcəyik, çünki X-in molar kütləsini 28 tapmışıq, 14 bizə veriləndir. Y minus X fərqinin bu eləyir. Deyir, Z ədədinin neçə faizi? Z ədədi də 40-dır. Bunun neçə faizidir? 16 böl 40 vur 100, o da bərabərdir elə 40%. Cavab 40%. Bu oldu 44-də cavab 40. 45-ə baxaq. 45-də nə deyir bizə? 45-də deyir ki,
Karbon monoksidlə dioksiddən ibarət qarışığın yanması zamanı oksigenin sayı 1,25 dəfə artıbdır. Aha, monoksidlə dioksid verilmişdir. Hansı nə qədərdir bilmirik. Amma tam yanandan sonra artıq monoksid yoxa çıxır. Yəni əvvəlcə qarışığımız bu idi. Sonra biz bilirik ki, CO plus O2 alınır CO2. Əmsallar da 2, 1, 2 nisbətində. Nə qədər CO varsa o qədər CO2'ye çevrilir. Yəni bizim əvvəlcə XCO ilə YCO2 idisə, indi bu XCO da çevrildi elə YCO2'yə. Yəni əvvəlcə oksigenin sayı nə qədərdir? X plus 2Y qədər idi. Sonra nə qədər oldu? Sonra hamısı çevrildi. Yəni CO çevrildi CO2'yə, Y qədər CO2 də var idi. Sonra da oldu 2X plus 2Y qədər. Aha, əvvəlki oksigen, sonraki oksigen. Deyir ki, 1,25 dəfə artdı, yəni bu artıbdır. Onda biz bunu 1,25'ə vurub bərabərləşdirib. 1,25 vuraq X plus 2Y bərabərdir 2X plus 2Y. Biz bunu hesablasaq, demək buradan 0,75x bərabər 0,5y. İxtisar etsək, demək 3x bərabərdir 2y və yaxud da x bərabərdir 2-yə, y bərabərdir 3-ə. İlkin qarışıqda monoksidin həcm payını tapın. İlkin qarışıq x mol CO ilə y mol CO2'dir. Yəni 2 mol CO ilə 3 mol CO2'dir. İlkin qarışıq 5 moldur. Monoksid nə qədərdir? Monoksid də 2 moldur. 2 böl 5 vur 100. Bu da eləyəcək 40%. Yəni 45'də cavab 40%.